Gecələr bir neçə dəfə sidiyə qalxırsınız. Bu normal hal deyil. Müxtəlif xəstəliklər zamanı gecələr sidiyə qalxmaq mümkündür. Xüsusən yaşlı kişilər prostat vəzi böyüməsinə bağlı olaraq gecələr bir neçə dəfə sidiyə qalxa bilər. Əgər bu hal sizdə uzun müddətdir müşahidə edilirsə və sidiyin təzyiqində də azalma hiss edirsinizsə, yubanmadan bir uroloqa müraciət edin. Bu şikayət olan xəstələri heç də hər zaman əməliyyat edəmirik. Adətən sadə bir müalicə ilə, hətta gündə bir kapsul qəbul edərək də həyatınızı normal şəkildə yaşaya bilərsiniz. Sağlam, rahat və fəsadsız yaşamaq üçün vaxtında həkimə müraciət edin. Gecikmiş halda fəsadlar formalaşa bilər ki, bu da sonradan peşmançılığa səbəb olur.